Şuşa Romanı qəsəbəsindən 3 otaqlı bir evi sizə təqdim edirəm. Yerləşmə yeri çox rahat bir yerdir, tanınacaq bir məkanda yerləşir. Naxçıvan restoranından irəliyə gələn yolda Al Market və Oba Marketin tam yaxınlığındadır. Kəndiçi marşrutla evin arası 150-200 metr məsafədə yerləşir. Həyəti başdan başa tam et döşənib. Ən azı 5-6 maşın rahatlıqla həyətinə daxil ola bilər. Divar kənarı hissə isə kiçik gül yeri kimi nəzərdə tutulub. 5 daş kürsüdə, qoşa daşlı, sahəsi də 100 kvadrat olan bir evdən bəhs edirəm sizə. Keçid alaq evin iç hissəsinə. Koridor hissəli bir evdir. Girişdən ilk olaraq sağ hissədə qonaq otağıdır. Qazı, suyu, işığı, isti sistemi, kombi xətti çəkilib, sayğacılar hazır quraşdırılmış vəziyyətdədir. Yaşayış olmayıb, təzə tikili evdir. Və keçid alaq digər otaqlara. Otaqların genişliyi həqiqətən çox normaldır. Pəncərələrə diqqət edin, zəhmət olmasa. Tam sərbəst işıqlandırılmış pəncərələrdir ki, heç bir divar bitişikliyi yoxdur. Sanuzel və sanitar qovşağı birlikdə inşa olunub. Qiymətdə razılıq əsasında kombi aksesuarları və hamam aksesuarları quraşdırılıb təhvil verilə bilər. Sənəd sərəncamı var. Qiymət ilkin olaraq 68.000 manatla satışda olacaq. İnşallah ki, real alana ev sahibi tərəfindən tam normal endirim olunacaq. Hər kim olsa Allah xeyrini versin. Digər evlərimizi izləmək üçün də zəhmət olmasa səhifəmizi takip edin.